Herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar bugünkü toyuq videomuz, bu toyuğumuz bala çıxardır. Onun haqqında olacaq, yəni balaları göstərmək istəyirəm, danışacağım şeylər var. Daha sonra qırt yatırdığımız hündüşka və sonradan qırt yatırdığımız ağ ördək haqqında danışacaqlarım, deyəcəklərim var. Elə istədim videonu bu toyuqla başlayayım. Görürsüz altında cəmi 7 dənə bala var. Özünüz de zaten görürsünüz. Niye bu kadar açıqdır? Çünkü bilirsiniz 15 tane altına yumurta koymuştum. Onun 12'si döllüydü, doluydu. Əslində hamısı dölündə problem yox idi. 100% əminəm. Sadəcə bilirsiniz ki, ördəyimin biri çox yumurtayır. 40 dənə yumurtayır. Macar cinsi ördəyim. Yəni keçən dəfə də 40 dənə yumurtadı. Bu dəfə də 33 ən köhnə yumurta 33 günlük idi. Artıq getdi bunun altına qoyanda 2-3 yumurta yəqin ki artıq belə demək lazımdırsa xarab olmuşdu da. Yəni havalar istidir. 30 dənə bir aydan çox 33 günlük yumurta xarab olmuşdu. Neyse 3 dənəsi elə getdi. Digər 12 dənəsi doluydu. Sona qədər də heç bir problem olmadan gəldilər. Hətta bu videonun başlığına qoyacağım. 2 dənə ölünü göstərmişəm. Bu videonun başlığına hər halda qoyaram və ya bundan sonrasına qoyaram. Bir yerə qoyaram. Görərsiniz bir 5-6 saniyəlik video çəkmişəm. Biri buradadır. Baxın belə son belə necə demək lazımdırsa, yəni son dönəmdə də yəni çıxmağına hətta deməli 5 dənəsi yumurtanın içində elə öldü. 12'si hardasa 2 gün qabaq ölmüşdü. Geri qalan hamısı yumurtanın içindəki o pərdəni sındırıb qabığını sındıra bilməyib ölmüşdü. Yəni o cür elə halda ölmüşdülər. Əslində bir problem yox idi, amma mən sizə demişdim də, əvvəllər də deyirdim. Çünki mən əvvəl də 2 toyuqda sınamışam bunu. Və çox adamla da məsləhətləşmişəm, danışmışam. Lal ördəyin yumurtasının ən yaxşı lal ördək çıxardır. Toyuqdur, digər heyvanlardır, onun yumurtasını çox yaxşı çıxarda bilmir. Təbii ki, istisna hallar var. Necə ki, mən bunu ilk dəfə bastıranda bu toyuq yaxşı çıxartdı. O da belə demək lazımdır sizə, qış idi, yəni soyuq aylarda bastırmışdım. Hər halda mənə elə gəlir ki, nəmliliyi toyuq ayarlaya bilmir. Lal ördəyin yumurtasında belə demək lazımsa nəmliliyi ayarlaya bilmir. Ona görə belə ölümlər baş verdi. Yəni çıxışa az qalmış ölümlər baş verdi. Yoxsa normalda yəni qışda qoydum, yaxşı da çıxartdı bütün balaların hamısını, amma qışda bilirsiniz yağışlar bu ildə çox oldu, yağıntılar çox olur. Yəqin ki nəmliliyi o zaman ayarlaya bildi, amma yay aylarında toyuq ayarlaya bilmədi. Zaten əvvəllər də demişdim ki, lal ördəyin yumurtasının ən yaxşısı özü çıxardır. Yəni başqa digər heyvanların yumurtasının hamısını toyuqdur, hündüşkadır, bunlar yaxşı çıxarda bilir, amma lal ördəyinkinin bir dənə özü ən yaxşı özü çıxardır. Yenə də olsun, Allah bərəkət versin, 7 dənədir. Bunun içində 2 dənəsi belə macar renk çıxacaq. İndi bunlar 100% ki qarışıq olacaq da dostlar. Yəni bilirsiniz ki, bunların erkəyi ağ olub. Ağ ördək olub. Digərləri hamısı ya indi bunlar ağlı qaralı çıxacaq, ya zümrüd kimi çıxacaq. Çünki ördəyin anasının zümrüdlə qarışığı olmuşdu. Yəni məndə bilirsiniz ki, qarışıq sürüdür. Məndə tam təmiz qan heyvan yoxdur. Təmiz qan dediyim, yəni lal ördəyin aralar cinslərin bir-birinə cütləşdirirəm də. Yəni təmiz qan dediyim, yəni səsli ördəklə lal ördəyi cütləşdirmirəm. Ona görə məndə yəni hansı rəng görürsünüz ki, o təmiz qan macar deyil və yaxud ki təmiz qan ağ deyil də, hamısını bir-birindən cütləşdirirəm qısacası. Neysə, elə ona görə də qarışıq rəngli balalar çıxıb. Bu belə altında 7 dənə bala çıxdı bunun. İndi gedək təbii ki sizlərə həm o qırt yatan hündüşkamız haqqında danışacaqlarım var. O bilirsiniz ki yumurtalarını sındırırdı. Həm də ağ ördəyi göstərəcəm. Bunlar hələ qurusun, təzə çıxıblar. Hə, bir də bu arada onu deyim ki 35-ci günə keçmişik. 35-ci günə keçəndə çıxartdı. Onu deyim sizlərə. Mən də ən tez 34 gün görmüşəm. Ondan tez görməmişəm, amma 32 gün, 33 gün deyənlər var. Hətta 30 gün deyənlər var. 30 günə qətiyyən inanmıram da. 32-33 gün amma ola bilər. Belə bir şey də deyim sizlərə. Məsəl üçün lal ördəklər özləri yumurtanı yatmadan öncə məsəl üçün 3 gün, 4 gün, 2 gün yatır durur. Onu insanlar bəzi hallarda hesablamırlar. Hansı gün ki tamamilə yatır, ona hesablayırlar. Amma əslində o yatıb durur günlərdə belə yumurtada proses davam edir. Yəni o döllənmə gedir içində. Ona görə bəzi insanlar deyir ki, hə məndə 32 günə çıxdı və ya 30 günə çıxdı. Onu hesaba qatmırlar. Ona görə belə hallar ortaya çıxır. Normalda yay aylarında
34, 35, 36 normaldır. Qış aylarında da 36, 37-ci günə çıxır. 40 günə qədər amma uzaya bilir bəzi hallarda. 40 günə qədər uzaya bilir amma 30 günə filan inanmıram. 33 olar, bəlkə 32 də olar. Çox da ehtimal verməsəm də bəlkə 32 də olar amma 30 günə qətiyyən inanmıram. Çünki lal ördək bilirsiniz ki, normalda 36-37 gün, hətta 40 günə qədər uzaya bilir bunların çıxışları, belə demək lazımdırsa. Gəldik yenə ördəklərimin yanına. Görürsüz dostlar, ördəklər necə yumurtanın üstündə ayaq üstə durub. Ay ikisi də yatmayıb. Nədir? Hava istidir. Yəni hal-hazırda yumurtanı isidməyə qətiyyən ehtiyac yoxdur. Gündə 2 dəfə, 3 dəfə də gedirlər, çimirlər, göldən gəlirlər. Yumurtanı hal-hazırda bunlar isidməkdən daha çox soyutmağa çalışırlar. Çünki havalar istidir. Hətta hava proqnozuna baxıram, bizə 3-4 gün sonra 41 dərəcəyə qədər istilər qalxacaq. Bu hiss edilən istilikdə 41 dərəcə göstərsə də, yəni normal istilik hiss edilən daha çox olur. Yəni 47, 48, 50-yə yaxın hiss edilən istilik olur, belə demək lazımsa. Hətta mən burada yəni 43 dərəcəni də görmüşəm bizim rayonda. Yəni yaşım çatdığı qədər 43-44 dərəcəyə qədər olan istiliyi deyirəm, amma hiss ediləni demirəm. Olan istilik o dərəcəyə qədər də çıxıb. Mən Saatlı rayonunda yaşayıram. Bu da bizim heyvanlarımıza həqiqətən çox pis təsir eləyir. Həm toyuqcəmizə xəstəlik barədə gərək sərin yerin ola, toyuqcənin olduğu yerlər mütləq ağac əkmək lazımdır ki, sərin olsun, altısı kölgə olsun bari. Yenə bacardığım qədər toyuqcənin günorta yatdığı yerləri sulayıb sərinlədirəm. Sesarlar da, hündüşqalarım da inanın çöldə yatırlar. Baxın bu damların, bunların zadın üstündə yatırlar. Yerlərinə salmıram ki, çox istidir, dözə bilmirlər yerlər. Damlarda dözə bilmirlər. Onlara da özəlliklə hündüşqalara istidən çox tez xəstəlik gəldiyi üçün məcburam çöldə yatırmağa. Sərin yerim mənim elə də yoxdur. Yəni qısacası istilər heyvanlara həqiqətən çox pis təsir edir ki, buradan da özünüz görürsüz. Neyse, bu ördəyimiz də bilirsiniz ki, toyuğun əslində eyni gün yatırmışdıq, sadəcə yatmadı. Yəni gəldi 1-2 saat yatdı, durdu, yatmadı. Yəni 1-2 saat yatdı, təzədən getdi. Hardasa o toyuqla aralarında bir 3 günlük fərq var, belə demək lazımsa. Yəni 3 gün sonra çıxardacaq, bu da ondan təxmini. Balaları birləşdirib toyuğa verəcəm. Bu arada bu çıxanda ümumi bir yay aylarında ördək balalarına necə baxmaq lazımdır, onun haqqında bir video çəkəcəm sizlərə. Yəni narahat olmayın. Onu soruşan olsa o haqqda bir video çəkəcəm. Bu ördəyi də çıxarsın, birləşdirin bir yerdə necə baxmaq lazımdır yay aylarında, onun haqqında da əlavə bir video çəkəcəm sizlərə. Bu da ördəyimizdir. Görərsiniz altında 6 dənə yumurta var. Öz yumurtası deyil, 3 dənə bunun yumurtasından da. Öz yumurtası cəmi 3 dənə yumurta qaldı altında. Mən sizə demişdim ki, bu ola bilər ki, bunun döllülük problemi ola bilər ki, dedim göldə qonşumuzun səsli ördəkləri var, onun erkəyi ilə cütləşsin. Çünki mən bilirsiniz öz erkəyimi vermişəm əmimgilə. Amma elə deyilmiş. Çünki mən öz erkəyimi əmimgilə verəndən 8 gün sonra bu ördək yumurtaya düşdü. Mən düşünürdüm ki, bu ördəkdə artıq döl ola bilməz. Çünki mən cütləşən dövrdə erkək olmayanda bilirəm. Sonraki 3-4 yumurtası ördəkdə toxumlu çıxır, döllə çıxır. Yəni məsələn yumurtaya erkək yanından ayırdınız, bir 3-4 yumurtası döllə çıxır, onu bilirdim. Amma mən bilmirdim ki, məsələn ördək özündə aktiv şəkildə bu spermi saxlaya bilirdi. Yəni canlı spermi saxlaya bilir ki, məsələn 8 gün əvvəl vermişəm ördəyi, bu yumurtaya düşdü 8 gün sonra. Demək ki, ilk 4 yumurtası bunun döllü olub. Çünki 3'ü altındadır. Bir de ilk yumurtasını sındırmışdım ki görüm döl var yoktu. Onu bakmıştım. Onu bilmirdim. Onu da öğrenmiş oldum. Daha sonra bu başıma gelenden sonra biraz internetten araştırdım. Gördüm ki ördek bir ördeydi. Gazlı bir 15 gün özünde canlı sperm saklayabilir. Mesela belə demək lazımdırsa yumurtaya başlamadan önce ördəyinizin qazınızın yanından erkeği ayırmışsınızsa və yaxud ki erkek yanında olmayıbsa yenə də yumurtaya başlayandan sonra ilk 3-4 yumurtası döllü çıxa bilər. Yəni ola bilər ki bu istisna hallar ola bilər. Məsəl üçün mən 3-4 deyirəm 2 yumurtası döllü çıxar, 3-4 deyirəm 5 yumurtası, 6 yumurtası döllü çıxar. İndi istisna hallar ola bilər amma ortalama genəlliklə 3-4 yumurtası dolu çıxır ki məsəl üçün yumurtayan dövrdə də məsələn yumurtayan dövrdə erkek öldü və yaxud da ki nəsə oldu, başına bir şey gəldi, etdi. Ondan sonraki 3-4 yumurtası döllü olacaq. Yəni narahat olmağa ehtiyac yoxdur. Bunu da ek bilgi olaraq deyim. Təbii ki, əvvəlki videolarımda demişdim amma belə hadisə yaşamışkən başımızdan keçənlər deyim. Demək ki, bu ördəyimiz gedib səsli ördəklə cütləşməyib. Elə öz lal ördəyimizin. Çox üzr istəyirəm dostlar. Telefon qızdı. Kameranı saxladı. Ona görə biraz sonra davam edirəm.
Neyse, qısacası, yəni ördəyimiz öz ördəyimizdən, yəni lal ördəkdən cütləşib, səsli ördəklə cütləşməyib. Bunlar balalarımız çıxmayacaq. Onu da sizlərə əlavə bilgi olaraq demək istədim. Yəni xəbəriniz olsun qısacası. Elə buradan videonu saxlamayım. Keçin buradan hündüşkalarla bağlı danışacağım var. Hündüşkalarla bağlı deməyim. Daha doğrusu hündüşka ilə bağlı danışacaqlarım var. Bu da cücələrimizdən birinci dənəsi. Burada olan o serebris xoruzu hələ ki saxlayıram. Biraz ayaqları gödəkdi, amma özündən xoşum gəldi. Hələ ki deyirəm qalsın. Bəlkə damazlıq saxladım o serebris xoruzu. Neysə, bu da hündüşkamızdır. Vətən bilirsiniz. Altında cəmi 13 dənə yumurta qaldı. Bilirsiniz, onun altına çox yumurta qoymuşduq. Keçən videoda danışmışam. Təkrar danışmayacağım. Maraqlananlar varsa bir öncəki videoma daxil olub baxa bilər. Necə sındırdı yumurtasından filan. Qısacası, yəni altında 13 dənə yumurta qaldı. Artıq sındırmağa saxlayıb. Neçəsi doludur, neçəsi boşdur. Əmin olun ki, baxmamışam. Nə çıxacaq, çıxacaq. İndi inşallah çıxanda dostlar, yanına bir 10 dənə də maraqlanmışam. Rayonda hələ ki bir yerdə satılırmış cücə. Deyir, olur arada onda. İndi çıxmağa bir gün qalmış, 2 gün qalmış. Hətta göndərəcəm ki, birdən hər gün olmaz. Bəzi günlər olar, bəzi günlər olmaz. İndi atama deyəcəm, indi inşallah bir 10 dənə yanına, çox yox, bir 10 dənə alsa bəs edər. Birinin özü də yəqin ki bir 7-8 dənəsini çoxsa çıxardar da, bir 13 yumurtadan ən az bir 7-8 dolu olar. İndi hər nə çıxardar, yanına da bir 10 dənə alaram. Heç olmasa bir 15 dənə, 20 dənə cücə ilə ən azından dolaşdım. Bu toyuğumuz da bilirsiniz ki bizim ən qoca toyuğumuzdur. Yəni hardasa bir rahat bir 7 yaş mı, 8 yaş mı, yoxsa 6 yaş. Nəsələrə belə bir yaşlı var. Qocadır. Ən qoca toyuğumuz qısacası budur. Bu da qırt yatıb. Onu da nə etmək istəyirəm dostlar, bu ördəyin altında 3 dənə yumurta var. Ördək boş-boşuna 3 dənə yumurtadan ötürü yatmasın. Əlimdə 2-3 dənə buraxma yumurtam var. Gözləyirəm ki, ördəyin elə bil toyuqla eyni günə düşsün. Gətirib qoyacağım bu toyuğun altına. Yanına da bir 7-8 dənə toyuq yumurtası atacağım ki, çünki onsuz o ördəklər arasında bir ay fərq olacaq. Yəni ağ ördəklə o qara ördəyin balasının altında, yəni macarın balalarının arasında bir ay fərq olacaq. Onları birləşdirə bilmərəm. Ona görə onu hansısa bir ya ördək saxlamalıdır, ya toyuq saxlamalıdır. Ördək saxlayacağına da deyirəm elə gətirib qoyaram bu toyuğun altına. Bu toyuğumda, yəni bu 8 illik dövründə cəmi bircə dəfə qurt düşmüşdü. Baxın bu toyuq. Cəmi ömründə bircə dəfə qurt düşmüşdü. Onda da bastırdım, bu gecə bitləri var. O daraşdı, durdu, qaçdı yumurtanın üstündən, bala çıxartmadı. Yəni bu ömründə ikinci dəfədir qurt düşüb. Ona görə bunu bastırmaq istəyirəm ki, qoca toyuqda ən azından bir dəfə bala saxlasın. Elə o 3 dənə ördək yumurtasını gətirib qoyacağım altına. Bir də 7-8 dənə toyuq yumurtası atacağım altına. Günlər bərabər olsun da. O ördək ayın 15-dən mi 16-sından mı yatıb nəsə. 20 gün olanda gətirib atacağım altına, çıxarsın bu toyuğa verəcəm. Elə toyuq saxlayar. 3 ördək indi çıxsa hamısı, bir də indi nə çıxarsa 6-7 cücə çıxar, toyuq gəzdirsin, saxlasın. Neysə, qısacası bunlar haqqında bu qədər. İndi növbəti videom hər halda bu ördəklər çıxanda yay aylarında ördək balalarına baxmağın qaydaları, qanunları haqqında ümumi bir məlumat vermək istəyirəm. Həm də artıq o lal ördək baxılmağın qızıl qaydaları videom köhnədə qalıb deyil. Yeni gələn izləyicilər, abunəçilər soruşurlar məndən. Həm yay aylarında baxmağa qayda qanununu çəkməmişəm, o haqqında məlumat verim. Həm də ümumi bir məlumat olsun, çıxan ördək balalarını da göstəreyim. Ondan sonraki videoda hər halda sesar balalarımızdan hündüşka balaları haqqında olar. Çünki onları nə vaxtdan da artıq 20 gündür hündüşka balalarını sizə göstərmirəm. İndi hələ arada bu ördəyə çıxıncan, onu çəkib paylaşınca da harca bir aylıq müddət olacaq ki, hündüşkaları görmürsünüz. Onu da çəkib paylaşaram ki, görün aradakı fərq necədir. Yəni bir ayda inkişaf varmı, nə cürdür, onu sizlər də deyərsiniz. Keçək orada sizə bir şey də göstərmək istəyirəm. Bu fərələrimizdir, nə bilim, Xarkov xoruzudur filan. Bu buraxmalarımdır, ilk çıxanların içində ağ buraxma var idi. Odur, fərə çıxıb, gör nə gözəldir, ona elə xoşum gəlir. Onu da sizlərə göstərmək istədim. İnşallah onu bu illəri damazda saxlayacağım. O rəngdə ağ kimi buraxmalarımı istəyirəm çıxsın. Çünki bu illəri buraxmalarımın çoxu qara, boz çıxdı. Yəni o qədər də qarantul istəmirəm. Rənglər biraz düzəlsin. Onu da inşallah bu illəri damazda saxlayacağım. Sağ olun, salamat qalın dostlar. Abunə olun, abunə deyilsinizsə əgər, like atıb yorum atmağı da unutmayın. Təşəkkür edirəm izlədiyiniz üçün. Sona qədər izləyənlər, həmişə dediyim kimi, mənim ən dəyərli izləyicilərimdir. Sona qədər izləyənlər yorumlarda özlərini bildirsinlər. Təşəkkür edirəm hamınıza.